Ermənistan tamamilə yeni iqtisadi inkişaf mərhələsinə daxil olur. Bu, Ermənistanla Azərbaycan arasında formalaşmış sülh prosesi nəticəsində mümkün olur. Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. O qeyd edib ki, yaxın zamanda Tramp marşrutu və ya TRIP layihəsinin işə salınması ilə əlaqədar böyük hadisələr gözlənilir. Bu layihə Ermənistanı faktiki olaraq blokada vəziyyətindən çıxarır. Bu gün də Ermənistan blokadanı müəyyən dərəcədə aradan qaldırıb. Çünki bildiyiniz kimi Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yük daşımaları həyata keçirmək mümkündür və davam edir. Onu da deyim, siyasi razılaşma var, ixracın da dəmir yolu ilə həyata keçirilməsi mümkündür. Əlbəttə, Gürcüstan ərazisi vasitəsilə biz Azərbaycanla TRIP layihəsi çərçivəsində dəmir yolunu açana qədər. Bu isə çox vacibdir. Siyasi razılaşma ondan ibarətdir ki, həmin dəmir yolu heç vaxt bağlanmayacaq. Yəni, bu həm ixal, həm də ixrac üçün etibarlı marşrut olacaq. Amma mənim başa düşdüyümə görə biz hələ ixrac üçün dəmir yolundan geniş istifadə etmirik. Çünki 30 il ərzində formalaşmış logistika zəncirləri mövcuddur. Onların dəyişməsi üçün əvvəlcə etimad lazımdır. İnsanlar deyilənlərin nə dərəcədə davamlı və etibarlı olduğunu anlamalıdırlar. İkincisi, logistika zəncirləri dəyişməlidir. Çünki yük maşını ilə düşünmək ayrı şeydir, vaqonla düşünmək isə tamam başqa. Paşinyan vurğulayıb.